Bu videoda Ağ İlan adlı Çin istehsalı olan bir animasiya izlədim. Onun haqqında danışmaq istəyirəm. Amma əvvəlcə Çin mifologiyasından danışacağım. Özəlliklə nəyə görə bu animasiyanı seçdim? Çünki Ağ İlan özlüyündə ayrıcı olaraq Çin mifologiyasına daxil deyil. Yəni xalq əfsanəsidir daha çox, yaradılış hekayəsi deyil. Amma Çinlilərin çox geniş mifologiyası var və yaradılış hekayələrində, Çin mifologiyasında yaradılış hekayələrindən biri də ilan, yəni hibrid deyilir. Yarı heyvan, yarı insan qarışığı olan varlıqlar, hansı ki mifologiyalarda, bütün mifologiyalarda belə təsvirlər var. Məsələn, yarı insan olan mifoloji obrazlara da kentavr deyil tutalım. Amma ümumilikdə vampirlərlə qurd adamların hekayəsində, filmdə danışdığım kimi, yəni yarı qurd, yarı vampir olanda da hibrid adlanırdı. Burada ilk yaradılış hekayəsində ilk insan, Çin mifologiyasında danışıram, Fuxi adlı bir adam olur ilk insan və Fuxi bir hibriddir. Yəni yarı ilan, yarı insan formasındadır. Çin mifologiyasında ümumi qısa özətləsəm, deməli birinci olaraq bir nəhəng olur, xaos var. Sadəcə bütün yaradılış hekayələrində olduğu kimi əvvəlcə ilk başda xaos var idi, yəni boşluq var idi. Daha sonra Pangu adlı nəhəng yaranır və bu nəhəng bu xaosu ikiyə bölür və yeri və göyü yaradır. Yəni yer və göy ilkin başda xaosdan yaradılmış olur. Daha sonra Pangu ölür və Pangunun ölümündən Nüva adlı bir yaradıcı doğur. Yəni ilk başlarda bütün mifologiyalarda olduğu üçün Titanlar Yunan mifologiyasında tanrılar Titanlara qarşı mübarizə aparırlar. Yəni ondan öncəki nəsli yox eləmək var ki, yeni nəsil yaransın. Burada da və yaxud da ki Maya Fountain filmində danışmışdım Maya mifologiyasından. Hansı ki Maya mifologiyasında da həyat ağacı var idi və həyat ağacının yaradılması üçün bir rahibin ölümü motivi var. Yəni bir ölüm var, ölümdən, qandan yeni bir həyat yaranır. Çünki Maya mədəniyyətində, Maya təqvimindən və zamanın necə işlədiyindən danışanda demişdim ki, təqvim sonu, Maya təqviminin sonu yeni bir dönəmin başlanğıcı deməkdir. Yəni bir bitiş deyil. İslam dəyərləri ilə biz 2012-də idi, səhv eləmirəmsə, Maya təqvimində dünyanın sonudur deyib, amma bunu Maya təqvimi ilə ölçməmişdik, İslam təqvimi ilə ölçüb dünyanın sonu olaraq anlamışdım. Yəni anlayışları Elkin Qədirli demiş, qarışdırmışdıq. Yəni İslami dəyərlərlə Maya mifologiyasını qısaca dəyərləndirmişdik. Çünki İslamda zaman dövr eləmir. Sadəcə bir sonluq var, qiyamət var və digər dünyaya keçirik. Amma bu dediyim Maya mədəniyyətində məsələn zaman bu cür işləmir. Çin mifologiyasında da eyni ilə yeni bir başlanğıc üçün bir ölüm var. Yəni o xaosdan xaosu iki yerə bölərək yeri göyü yaradan Pangu, hansı mifologiyanın adı da Pangu olur. Pangu ölür. Yəni bir yoxluqdan, bir bitişdən yeni bir dünya yaranır, nüva yaranır. Nüva isə demək olar ki, mədəniyyətin yeri göy yaradandan sonra o Pangunun eyni ilə İskandinav mifologiyasındakı kimi Pangunun qanından çayları, dənizləri yaradır, nə bilim başından, hər bədən üzvündən dünyanın bir dağları, dərələri, insanları yaradır. İnsanları yaradılış hekayəsində də daha doğrusu Pangu daha sonra Fuxini yaradır. Amma Pangunun insan yaratma hekayəsi də belədir ki, iki cür insan yaradır. Birinci insanı həm əli ilə yoğurur, həm də ki çubuqla. Bu insanlar, Pangunun əli ilə yaratdığı insanlar ağıllı və zəngin insanlardır, mədəni insanlardır. Yəni bir növ, belə deyim ki, mifologiyasında bir növ kasta sistemi var. Yəni insanlar əslində bərabər deyil. Çubuqla yaratdığı insanlar isə cahil və kasıb təbəqədəndir. Yəni Pangu bu insanları iki cür yaratmışdı. Və daha sonra Fuxi yaranır. Dediyim kimi Fuxi də bu mifologiyadakı digər hibridlərdən biridir. İlan bədənli bir obrazdır. Yarı ilan, yarı insan.
Bunu nəyə görə danışdım Çin mifologiyasında? Çünki əslində bütün mifologiyalarda ilan çox belə metaforları açıq və tək tərəfli belə deyim simvolu olmur. Həm negativ bir obrazdır, negativ oxuma eləyə bilirik ilan arxetipini, həm də ki müsbət, yəni həm şər olaraq bizə təqdim edilir, həm də xeyir olaraq. Çin mifologiyasında da yaradılış hekayəsində olduğu kimi daha çox insanları yaradan, hikmətli, yaradıcı bir obrazdır və ağ ilan da burada transformasiya keçirərək 1000 illik meditasiyadan sonra transformasiya keçirir və insana dönüşərək dünyaya enir. Amma yenə animasiyaya başlamazdan öncə istəyirəm qısaca bizə yaxın olan mifologiyalarda, İslamda və ya əsasən ilanın yerlərini görürəm. Birincisi, İbrahimi dinlərdə, yəni tək tanrılı dinlərdə söhbət Tövratdan, İncildən, Qurandan gedirsə, yəni Yahudilərdən, Xristianlardan, hansı ki bilirik ki, bunlar da Quran özünü İncildən dəyişdirildikləri üçün hər dəfə Tanrı təkrar göndərilibdir. Yoxsa əslində İncil də, Tövrat da elə Tanrının sözü idi. Sadəcə insanlar onu dəyişdirdi və Tanrı son olaraq, yekun olaraq Quranı göndərdi və dedi ki, Quranı özüm qiyamət gününə qədər qoruyacağam. Yəni Quran dəyişdirilə bilməz. Amma digər kitabların Tanrı sözü olduğunu inkar eləməkdə səbəb, məsələn, müsəlmanlar düşünürlər ki, o kitablar dəyişdirilibdir. Fərq bundadır. Amma xristian təbii ki, o kitabın dəyişdirildiyini əlbəttə ki, qəbul eləməyəcək və yaxud da ki, yəhudilər. Amma bu dinlərdəki, özəlliklə peyğəmbərlər, o 124 min peyğəmbər hansı ki göndərilib, o peyğəmbərlərin əsasən Musada görürük və yaxud da ki, Süleyman peyğəmbərdə görürük. Hansı ki, masonlara qədər gedib çıxır Süleyman peyğəmbərin tarixi və deməli, Musanın hekayəsinə baxsaq, öncəliklə Yahudilərdə ilan metaforunu harda görürük? Musa ilə məlumdur ki, ən çox Firavunun qarşı durması var idi və onlar bir-birlərinə qüdrətlərini göstərmək üçün Musa nə etmişdi? Əsasını yerə vurur və əsası ilana dönüşür. Yəni burada ilan daha çox müsbət belə deyək, xeyir tərəfində olmuş olur, Musanın tərəfində olmuş olur və yaxud da ki, ilk yaradılış hekayəmizə baxsaq, yaradılış hekayəsində Adəmlə yaradılış hekayəsi dedim, Adəm və Həvvanın cənnətdən qovulma hekayəsində hadisə necə baş verirdi? Tanrı kişini yaradır, Adəmi yaradır, Adəmin qabırğasından da Həvvanı yaradır və onlara bir qadağa edilmiş bir ağac göstərir ki, bu ağacdan alma yeməyin, qadağandır. Amma nə baş verir? Adəm, ona görə də qadın günaha təhrik edilən bir obraz olaraq, cinsiyyət olaraq dinlərdə lənətlənmiş, ikinci cins olaraq qəbul edilmiş və yaxud da ki, qısıtlanmalı olduğu məhz elə yaradılış hekayəsindən gəlir. Çünki ilk qadın olan Həvva kişini yoldan çıxartmışdı. Qadağa ediləni o yönləndirmişdi Ədam. Özü yemişdi və Ədamı da Adəm peyğəmbər də yəni buna təhrik eləmişdi, yəni günah edilmişdi. Burada şeytan obrazı, hansı ki almalı qadağan ediləni yeməyə təhrik edən şeytan olur. Şeytan ilan cildində, yaradılış hekayəsində ilan olur və təsvirlərdə də biz bunu görə bilərik. Yaradılış hekayələrinin təbii ki, bir çox təsvirlər var. Orada ilan deməli vəsvəsə verir Adəmə, Həvvaya ki, daha doğrusu ilk olaraq Həvvaya şeytan təbii ki, vəsvəsə verir. Yəni ilan ilk olaraq qadını belə də yoldan çıxartır. Qadın da gedir kişini yoldan çıxardır. Ona görə dinlərdə qadınlar haqqında şeytanın ən güclü silahları deyilir. Yəni biz bu mifologiyalardan, dinlərdən anladığımız da odur ki, arxetiplər təbii ki oxuyuruq bu mifologiyalarla, hekayələrlə. Qadın əgər qısıtlanmasa, kişiləri zinaya, qadağan edilmişə, günaha sövq edir. Ona görə də məhz qadınları məsələn qapatmalıyıq, gizlətməliyik ki, onların saçları belə kişiləri yoldan çıxardıb zina edə bilər və cəmiyyətdə də belə azad qoya bilməliyik, müəyyən qısıtlamalar edilməlidir. Təhlükəli qısaca olaraq. Yəni buradakı ilan
necə ki Musada xeyir qüvvə idi, Firona qarşı Musa tərəfindən çıxış eləyirdi, möcüzə göstərirdi. Yaradılış hekayəsində əksinə şeytan ilan cildinə girirdi. Bu nə deməkdir? İlan çünki demək olar ki, ən çox istifadə olunan bütün mifologiyalarda ilan və insan qarışığı, hibrid dediyim obrazı biz görürük. Müxtəlif tiplərdə sadəcə 2 nümunə çəkdim, qarşımıza çıxır. Dediyim kimi Çin mifologiyasında da yaradılış hekayəsində Fuxi yarı ilan, yarı insan olaraq qarşımıza çıxırdı. Bu danışacağım animasiya isə dediyim kimi xalq folklorudur. Çin xalq əfsanəsidir. Burada əsas səbəbi də dediyim kimi nəyə görə belə məşhur bir Çin əfsanəsi var? Çünki onların yaradılış hekayəsində belə ilan ön plandadır. İlanın deməli Ağ İlan əfsanəsini qısaca danışım və animasiyası ilə qarşılaşdırma aparacağım daha sonra. Deməli əfsanəyə görə Ağ İlan 1000 illər boyunca meditasiya edilir və transformasiya keçərək, yəni cild dəyişərək. Necə ki şeytan cildini dəyişib, orada da bir transformasiya hekayəsi var idi, bir dəyişim, dönüşüm var idi. Yəni şeytan özünü ilan cildinə göstərmişdi və yaxud da ki Musanın əsasında, Musa əsasını vurur və əsa şəkil dəyişdirir. İlan da eləcə həm hikmətli, həm şər qüvvə olaraq, həm bilirik ki, ilan həm insanı öldürəcək qədər güclü zəhəri var, həm də ki, ölüm qədər, yəni ağrılı xəstəliklərə şəfa, eyni zamanda yəni, həm öldürə bilir, həm şəfa verə bilir. Yəni ilan həm hikmətlidir, həm xeyir tərəfdədir, şəfa vericidir, həm də öldürən, zəhərləyən bir obraz olaraq dualizm fəlsəfəsi belə deyək. İki zid anlayışı da özündə birləşdirir. Və bu dediyim kimi burada ilan transformasiya, şəkil dəyişdirən bir obrazdır. İlan özünü qadına çeviribdir. Ağ ilan formasında əfsanəsində yer üzünə enir. Çünki o xeyirxah bir ilandır və insanlara kömək eləmək istəyir, insanlarla birlikdə yaşamaq istəyir və burada Xuan olaraq keçirdi animasiyada adı. Mifologiyada biraz fərqlidir, amma düşünürəm ki, adın o qədər də önəmi yoxdur, ona görə Xuan deyəcəm. Xuan, çünki deyə bilmirəm. Xuan deməli xeyirxah bir obrazdır və onlar bir-birlərini sevirlər. Və daha sonra onlar evlənirlər, övladları dünyaya gəlir. Amma bir də mifologiyada rahib obrazı var, hansı ki bu animasiyada rahib yox idi. Rahib onların bu evliliyini günah, normaya, cəmiyyətin normlarına zid olaraq qəbul elədiyi üçün bu evliliyi pozmaq istəyirdi və ona görə də Xuana onun evləndiyi qadının əslində bir ilan olduğunu deyir. Əfsanənin bu yerində Xuanın hekayəsi bitir, çünki Xuan bu gerçəyin dəhşətindən şoka düşərək ölür. Ağ ilan isə sonraki taleyi rahib onu bir qəsrə, yəni məhbus eləyir, bağlayır bir qəsrə və sadəcə Ağ ilanın oradan qurtulmasının sadəcə bir yolu var. Belə ki, Ağ ilanın nəslindən oğlan doğmalıdır Ağ ilan və onun doğduğu oğlan uşağı cəmiyyətə faydalı bir şəxs olmalıdır. Daha sonra isə Ağ ilanın hekayəsində onun oğlu yüksək vəzifələrdə çalışır, çox yaxşı təhsil alır, kral olur və cəmiyyətinə fayda verən, toplumlara faydalı bir krala dönüşür. Beləcə Ağ ilanı qəsrdən qurtarır. Bu əfsanənin metaforlarını oxuyanda buradakı deməli Ağ ilan gördüyümüz kimi ev ailə sahibi olmaq istəyir, daha anaç, yəni yaradıcı bir obrazdır. Əsasən rahibin arxetipinə baxsaq, rahib patriarxalı təmsil eləyir. Həm dinləri, nəyə görə din və patriarxal bərabərdir? Çünki dinlər patriarxalın sütunlarıdırlar. Din xadimi deyir ki, bu günahdır, cəmiyyətimizin normalarına, həm də ki kişi obraz olduğu üçün Ağ ilanı cəmiyyətdən təcrid eləmək, yəni qadını yox eləmək. Rahib dediyim kimi patriarxalın metaforudur və
oradakı oğlan uşağı, hansı ki sadəcə o zaman Ağ İlanın qurtuluşu mümkün idi ki, onun oğlu xalqlara faydalı bir oğul olacaq. Bu da doğan yeni nəsillərin təmsilidir. Yəni Ağ İlanın davam edən nəsil, ondan sonraki generasiya fərqli olarsa, o zaman o qəbul görə bilər. Yəni o sadəcə o zaman o qəsrdən xilas ola bilər və bu beləcə də olur. Yəni burada bu xalq əfsanəsində Ağ İlan daha çox müsbət obraz kimi bizə göstərilir. Nağılda bir də Ağ İlanın köməkçisi və bəzi yerlərdə də bacısı olaraq keçir. Yaşıl İlan var. Bu animasiyada da daha ikinci planda belə deyim göstərilirdi. Mifologiya nağılın özündə də Yaşıl İlan o qədər də, yəni sadəcə olaraq Ağ İlanın yanında duran bacısı və yaxud da köməkçisi olaraq qarşımıza çıxır. Yəni hekayədə birbaşa iştirak eləmir. Animasiya ilə qarşılaşdırma eləyəndə animasiyada Ağ İlanı ilk başda yaddaşını itirmiş bir obraz olaraq görürük. O Xuan adlı bir gənc ilə tanış olur və Xuan ilan ovçusudur. Yəni burada bir Ağ İlanı sevir, əslində ilanı sevir, amma eyni zamanda özü ilan ovçusudur. İlanları ovlayaraq həyatda qalır. Buradakı özəllik də sevginin gücünü bizə göstərir ki, sevginin gücü səni düşmanlıq hissindən belə, yəni ilanları öldürdüyü üçün, amma ilanı öldürən birisi sonra ilanı sevir, yəni sevginin gücünü göstərir. İlk başta ilanları ovlayan biridir. Onlar sevgi göstərir. Animasiyada daha çox su məsəl üçün görürük, suların üstündə üzürlər. Su da bilirik ki, bir çox mifologiyalarında təmizlik, arınma metaforudur və bunlar animasiyada rahib dediyim kimi yoxdur, amma xalq bunların, toplum bunların sevgisini qəbul eləmir. Xuan özü də özü demək olar ki, animasiya boyunca bir neçə yerdə şübhələnir, Ağ İlanın gücündən şübhələnir və onu davamlı olaraq Ağ İlan bu animasiyada xilas edilən, Xuan tərəfindən xilas edilən bir obrazdır. Yəni heç bir əslində gücü yoxdur. Və animasiyanın sonlarına yaxın hətta bir neçə yerdə Xuan Ağ İlanı xilas edir və bir də bu animasiyada ən xoşum gələn yarı başının bir tərəfi, yəni iki başlı bir obraz olur. Bu da başının bir tərəfi, arxası deyək ilan olur, qabağı da insan. Burada deməli ruhlar dünyasından keçir bu əsər. Bu ilanın əslində ruhlar dünyasındakı Xuanın mübarizəsindən bəhs eləyirdi. Xuan bu dünyaya düşəndən sonra təbii ki, mübarizə, mənəvi mübarizədən gedir burada söhbət. Yəni o qadın daha çox orada seksual yoldan çıxardacaq bir obrazdaydı. Amma Ağ İlan yenidən Xuanı xilas eləyir. Yəni o bu tələyə düşmür, belə deyək, sınaqdan çıxır və daha sonra isə biz filmin sonunda görürük ki, Ağ İlanı xilas eləyir, soyuqdan, donmaqdan qurtarır, amma Xuan özü donaraq ölür. Titanik orada xatırlatmışdı və daha sonraki səhnədə isə belə pozitiv bir sonluq var idi. Çünki artıq Xuanla Ağ İlanın yaşıl ilanla bərabər gedərkən körpüdə yenidən tanışlığını görürük. Artıq onlar yenidən tanış olurlar. Bu dünyada onların işləri tamamlandı, bitdi, öldü Xuan, amma növbəti dünyada, yəni ruhlar dünyasında da oxuya bilərik bunu. Onlar yenidən tanış olurlar. Hətta Xuan deyir ki, siz mənə hardansa tanışdınız. Yəni bu animasiyasında dediyim kimi bəzi dəyişikliklər var. Ağ İlan əfsanəsinin animasiyasında dəyişdiklərin. Bir də mövzusu çox qəşəng olsa da animasiyasının özü çox macəralı gəldi deyə bəyənmədim. Amma bunun davam filmi Yaşıl İlanın hekayəsi var. Alternativ bir baxış bizə. Bunu çox sevirəm çünki mifologiyalarda. Yaşıl İlan hekayəsi nədir? Mifologiyanın özündə, yəni əfsanədə Yaşıl İlanın bir hekayəsi yoxdur. Dediyim kimi, o sadəcə Ağ İlanın yanında durur, ya bacısı olaraq, ya da köməkçisi olaraq. Amma burada isə Yaşıl İlanın öz hekayəsi var və ondan bəhs edir. Bu animasiyanın davamı olaraq çəkilir. Burada Ağ İlanın bacısının olması, amma onunla tamamilə zidd bir obraz olması çox gözəl, o detal çox qəşəng idi. Yəni dualizm dediyim kimi fəlsəfəsi, Ağ İlan nə qədər
belə pasifist, itaətkar, ailə qadını, o Viktoriya dönəmində dediyim ev mələyi obrazı idisə, ailə, uşaq dünyaya gətirmək, xilas edilən matı bir obraz idisə, Yaşıl İlan tam onun ziddiyyətidir. Mübarizə aparır, qarşı çıxır orada. Hətta güldüyüm bir tərcüməsi idi, yəni ki, belə tərcümə eləmişlər. Yogiyə, yəni Buddaya, keçəl nə bilim nə deyir, yəni Buddaya belə qarşı çıxır, rahibə belə qarşı çıxır və rahib onu əslində ruhunun təmizlənsin deyə, o içindəki şiddət təmizlənsin deyə belə bir dünyaya göndərir. Əslində orada aparılan mübarizələrin hamısı da Yaşıl İlanın içindəki o şiddət, o qarşı durma, hətta deyərdim özünü axtarış hekayəsidir. Çünki dediyim kimi, yəni Yaşıl İlanın öz hekayəsi olmur. Biz onu həmişə Ağ İlanın yanında görürdük. Amma bir növ Yaşıl İlan, Ağ İlan övladı ilə öləndən sonra bəs onun hekayəsi niyə yoxdur? Yəni onun hekayəsi niyə burada qalmalıdır? Bir növ isyankar Lili kimi Adəmdən öncə, Həvvadan öncə Adəmi ilk arvadı bilirik ki, Lilith idi Yahudi mifologiyasında. Burada da yəni bir növ şeytani olaraq təsvir edilibdir. Həm də dediyim kimi, yəni bacı olmaları bir xeyirlə şərin, yəni bir ilanın və yaxud da insanın deyək, iki üzünün olmasını bizə göstərir. İki tərəfini də göstərmiş olur. Dediyim kimi, bu fikri əslində çox sevmişdim. Mifologiyada olmadığı halda Yaşıl İlanın da hekayəsini alternativ bir əfsanə olaraq izləmək. Amma çox adrenalinli gəldi. Amma yenə də düşünürəm ki, bunu da sevərək izləyə bilərsiniz. Ümumilikdə isə Şərq mədəniyyətində də bizdə də məsələn Şahməran var idi ki, onun da videosunu çəkəcəm mütləq. Şahməran obrazı var. Burada da şəfa verən hikmətli bir obrazdır. Şərq Anadolu əsasən deyək, Anadolu, Türk-Kürd mifologiyasında və yaxud da ki, Yunan mifologiyasında Meduzaya da baxa bilərək. Meduza da haqqında video çəkmişdim. Hətta Yunan mifologiyasında o filmi çəkəndə də içində Meduza olurdu. Yəni ilan insan hibridi demək olar ki, bütün mifologiyalarda var və hər birində fərqli olaraq, yəni tək şər qüvvə olaraq və yaxud da tək xeyir qüvvə olaraq yox, ikisinin qarışımı olaraq müxtəlif mifologiyalarda qarşımıza çıxır. Animasiya sevənlər isə bu animasiyanı Ağ İlan, White Snake ili yadımdan çıxdı, amma axtarışa verəndə, yəni bu animasiyanı izləyəndə əfsanəni, xalq əfsanəsini bilib izləsə sizə daha maraqlı və mənalı gələcək.